dostlar, bugün sizlerle beraber Türkçe ile olan serimizin devamını çəkirik. Keçən dəfə 20 dəqiqəlik eləmişdim, qapaq zad qoymuşdum. Çox izlənmədi. Heç izlənmədi, sıfır baxış. Yəni ona görə bu dəqiqə 20 dəqiqə eləyəcəm. Nə deyirlər ona? Bir şey eləməyəcəm. Nə deyirlər ona? Qapaq zad qoymayacağam. Yəni biraz sadəlövh qoyacağam. Bu arada fikirləşdim dənizə orada çaşmaq prosto bizim bütün ekonomi batdı. Biri bizə bir dənə üfləsə biz yox olarıq. Özüm ölüm bir dənə püf eləsə biz yox olarıq. Ona görə biz can ciyərik hamıyla. Hə? Bizə düşmanlıq yoxdur, eləmi? Bunlar bizi bir dənə savaş ilan elədi. Püf deyə yatarıq. Portuqaliya halal olsun. Dostumsan deyilmi? Bu arada bu dəqiqə bizlə ittifaq olmaq istəyən dövlətlər. Azərbaycanla da aramız yaxşıdır. Azərbaycan məncə çox da bir şey eləyə bilməz. Nə qədər ekonomisi var şu an? 4.9 milyon. Çox da bir şey değilmiş. Amma yox. 8.5 haradasa ona satırsan. Bu arada ordunu göndərdim. Arxaya gözlənilməz bir giriş eləyəcək orada. Amma deyirəm ki, kaş ki o qədər də ordu göndərməsəydi ora. 153 mini bura çıxardıram. Ordu sil bunu 6 milyon hardasan sen hala buradasan. Uyda sen bütün Amerikanı yığdın 1 milyon qaqa. Biz bu döyüşdən çıxsaq da sağ-salamat çıxacağımızı fikirləşmirəm mən. 2 milyon mənfi gəlir. Bu nə demək? Amma oy Japonya Çinin içindən keçib. Japonya gəl müttəfiq olaq. Özüm ölüm bu hakaret eləmə. Can uyuyum eləmə. Rusiya mən bax sən də çox da belə qalxmısan deyəsən. Hakaret eləmə. Ya gəl Azərbaycan. Vuraq bunun ağzının ortasından. Şişdi mi? Gir. Bütün prosto mən çox qorxuram. Buradan rahat irəliləyərik. Amma o tərəflərdən çox qorxuram. 1 milyon ordum getdi indi. Neyniyim bax mən? Neyniyim bax? Məcbur tərs eləyəcəm. Amma indi sən necə gözəl qəşəng sözlər deyim. Bax Rusiya nə bilim, liman inşa edə bilməyən, altyapıya önəm verməyən dövlətlər. Nə bilim, adam söz deyə bilmir, söz tapa bilmir. Bax qaqam, bura balaca ordular göndərib. Bura onsuz da bir şey eləyə bilməyəcək. Sən get bura köməyə. Sən də get bura. Girməyin ora. Ora qıxdır. Da bilmirəm, saldıra gedirəm. Ordularımız axırda bölünüb yox olacaq amma nəysə də. Sən də bura köməyə çıx. Yəni biz bunlarla çox da bir şey eləyəməyəcəyik. Bir dəqiqə Azərbaycan gəldi mi? Gəldi. Amma sən o nə ordudur? Sən onunla tərpədə bilməzsən şeyi. Deməli bu 153 minlik ordunu da köməyə göndər bura. Ordularımıza 1.3 milyon ordu məsələn getdi bax. Burada 1 milyon, burada 1 milyon, burada. Arkada qalan orada olmasın deyə deyirəm. Söz nasıl irəliləyək? Yaxaladılar biz orada. Burada bizi yox eləyəcəklər. Özüm ölüm yox eləyəcəklər. Çox səhv bir şey elədik. Göndər baba. Bu orduları buraya gətir. Gətir ora köməyə. Gətir baba, gətir. Bunlar bizim göndərik, bura orada göndər. Bu 153 mini burada niyə saxlamısan adamı soruşarlar. Bunu da göndər buraya. Kömək, help. Buradan rahat gedirik şükür Allah. Birinci bunları belə saldır yazın. Aha. Arkada qalan ahali. Qaqam. Qabağa. Ancaq irəli.
Ancaq irəli, ancaq irəli. Şüşdüyüz, arxada qalmayın. Nə qədər tez bu döyüşü qutarsaq o qədər yaxşıdır. Özüm ölüm o qədər yaxşı. 1 milyon ordu burada göndərdik. Aha, nəsə belə bir şey oldu. 82 milyon ordular orada neynədi? Nəsə buranı qurtarmamışsın. Deməli, sən saldır bura. Sən bura hərəkət eləyə bilirsənmi? Get ora. Hardan gedirsən, get fırlan. Oy, atom bombası. Pəs. Çıxartma o qədər. Oy, irəlilədiyimiz orduların sayına bax. Oy, yox elədi. Atom bombası ilə yox elədi. Üfləsə bir dənə də yox olacaq. Heç nə. Yəni siz fikirləşməyin ki, nədir bunun adı? Nədir bu şeyin adı? Nədir bunun adı? Türkiyə, bəli. Türkiyə dövləti yıxılmayacaq. Həmişə ayaqda qalacaq. Azərbaycan nə edirsən axı? Milli ordularla gəlmə, götür bunları qabağa. Olan şeydir, mən güvənirəm özüm. Oy, 45 minut o. Qorxdum biraz. Oy, ordular çıxmağa başladı yavaşdan. 24 mindən girir. Bu nə diyor bu? Paytədən bu. Bura baba ordu göndər, bura bunu göndər. Ordu gəlir arxadan, oradan ordu gəlir. Bu nə diyor? Niyə burada bu qədər az ordu var? Nə oldu? Neynədir 2 dəqiqəyə? 1.3 milyon ordu boşa getdi. İşini deyən də öyle. Sən 5 milyon ordu bir dəqiqə. Belə bir şeylə. Bak 1 milyon ordu var bak burada. Göndər yuxarıya. Bir dəqiqə savunmaya keçirik. Bura orduları göndər. Çox az deyil buradakı ordular. Burada göndər orası. Sevk elə orası, sevk. Bu 600 min saldır. Sən də saldır. Başqa 1.7 milyon. Aha. Sən biraz bak bu tərəfə get. Sonra yenə bura köməyə. Bura ordu göndər. Biraz savunma eləyəcək orada. Sonra sən bura gəl. Sən saldır. Sən də saldır. Bəlkə bir şey yarar. 307 min oldu. Tez qaç bura. Tez get. Fişən kimi. Sən də 308 min oldu. Tez fişən kimi ora get. 153 min oldu. Burada niyə gözləyirsən? Nə meyil qoymuyor? Sən də uç bura. Uf. 61 min ordumun. Uf. Burada biraz Azərbaycana güvəndim. Çox da böyük səhv eləmişəm kimi görürsən. Biraz müdafiə olunaq. Müdafiə. Girin. Nə bilim də başqa nə yeyə bilərik ki? Japoniyanı çağıramıram ya. Geçək bir dənə də keçək. Biraz da müdafiə olunur bir şey. Uydu. Biz belə geçəcəyik. 2.2 milyon orada nə işi var axı? Çox. Siz gedin, irəliyin. Qaqam, irəliyin. Gedin, qaqam, gedin. Az da vurdular ama gedin, nə araq. Bizim əlimizdən də bu gəlir. Buna hərəkət eləmirik orada. Oy, içimizdən keçdilər. Oy. Bizdə çox da bir ordular yoxdur. Biz bu 2.7 milyonu yaxşı yönləndirə bilsəydik.
Oradan da arxadan 300 minliklər gəlirik. Prosto 300 minliklər gələnə kimi. Yaxşıdır, yığırıq. Yavaşdan yığırıq. Bax, sən 257-dən burada nə gözləyirsən, bax. Çox mənasız yerlərdə doğrularım. Get hücuma. Yürəllə. Gedin hücuma. 36 min, get hücuma. Sən də hər şey yarayır. Sən saldırma, gözlə. Bu 520 min oldu. Bu burada nə itirazlar var da. Get hücuma sən də. Sonra burada bunu belə bir dənə paylı. Hərəkat puanımız, xalımız çox az deyə. Heç sonra diqqət eləmirəm. Orada Azərbaycanı güvənirəm puanına. Azərbaycanı güvənməkdə nə qədər doğrudur, bilmirəm. Bu məsələn 19 ordu ilə girdi bura. Mən neyiniyim bura? 61 ordu, gəl sən bura. Sən kömək elə bura. Sən paylan bura. 10 storlu ordular azdır. Onun üçün sən gir, sən də gir. Sən get buralara köməyə. Bir də burada bir dənə çıxsan. Sonra burada sən get irələ. Sonra. Sən də irələ. Deyəsən çox səhv bir şey elədi. Uy, içimizdən keçdilər. Orada Azərbaycan istihası yaxşı deyəndə. Biraz toparlaya bilsək, biraz hərəkat puanımız olsa. 15 milyon ordu itirmişik. Biz necə 15 milyon ordu itirə bildik? Biz nə yox? Mən niyə... Bunlara qoyayım, 15 milyon ordu itirmişik bizi. Sən buralara irələ. Çox da getmə oralara. Azərbaycan can ciğer deyib. Lan bax, yazığa bax, pul göndərir. Kredi istəyir məndən. Canım, mən 50 milyon deyəməyim. Bağışlayır, özüm elim. Özüm ayaq qalxamıram. Azərbaycan da yaxşı irəliyir buradan. Bunları göndər bura, göndər. Biraz siz də hərəkətə keçin də. Buranı da biraz yığmaq lazımdır. Buradan baxaq. Bax, 1 milyon oldu. Bax, mən niyə şey deyirsən? 1 milyon ordum var. Paylan da. Girdi Rusiyanın hər tərəfinə. Ordular çox ayrı-ayrı. 599 min. Sən də gir Rusiyanın hər tərəfinə. Get. Nə qarımdan? Saxlaya bilməm. Sən biraz buranı yığ. Qalanımız da gedin bura. 10 dəqiqə vaxtımız qaldı. Bizim teknolojimiz azdır deyəsən. Yəqin teknolojidən olur biz. Niyə bu qədər oldu ki? Yavaşdan yığırıq ki, mən nə deyirsiniz? Yavaş, balaca yığırıq. Ayda, buradakı orduları görəndə adamın içi ağlayır. Sən gedir o köməyə. 7 min oldu, sən də gəl bura bəlkə işə yarayır. 100 min oldu, niyə işin var burada ilkin asla? Get qabağa. Bu döyüş çətin dönsün. Get bura köməyə. Sən də bura gəl. Sən bura get. Yenə buradan baxaq. 500 min oldu burada. Nə versən orada? Çay qəyləyəni çəksən qarşı şək qabağa da. Neynəyəcəyik biz? Çox pis vəziyyətdəyik. 494 min oldu. Nə versən orada? Ayda, nə oldu?
Saçdım. Sonra şıtıra bastım. Yaxşı, itirməyin özünüzü. Pistoli irəliyirik. O kadar da pistoli. Hə. Pistoliyə ürəyim yanacaq indi biraz. Az qaldı bana ordular daxı. Burada 400.000 ordu var idi. 400.000 ordu. Sen de gir belə. Hə, sən bax. Sən bax bir dənə belə toplu gir. Sonra da biraz bura köməyə gəldi. Qaqam. Başa düşdünmü? Gedin qabağa. Parçalayın onları əsgərləri. Hə, güvənirəm sizə. Biraz da burada iş görməyin Azərbaycana. Allah olsun. Tutur da o uşaq burada. Yazıq mini ordu ilə də olsun. 17 milyon ordu tutur da. Neynəsin yazıq. Başqa neynəsin. Pırt dedi, cırt dedi Azərbaycana. İş görür. 8 öz-özünə atdan. Əlim burada iri. Ayda. Bitiririk. Az kaldı. Nədir ki bunlar? Ayda, nə olur mən çeşitləri? Biz bunu qazansaq da qazanmış kimi olmayacaq. Dövlət o qədər baxdı ki, nə bilim, sonsa yaxşı burada bir dənə ordu var. Battı. Battıqsa da battı. Nereye indi biz? Bu nədir? Bu nə qədər oldu? 135 min. Getsən də qalağa get. Yollayıram dəqiq boşuna. Bu. 541 min. Elə bildim boşdadır. Boşdadır bu. Niyə boşdasan? Niyə boşdasan? Yerlə. Ordularımızın hamısını yerlədik. Sonra nikaran qalmayaq. Boşdasan. 90 neçəmin oldu. Adamı sıxırıyor. Nədir la? Biz dedim Rusiyaya girək. Elə bir Rusiya bizə girdik. Ama burada çox qəşəng irəliyirik bu arada. Azərbaycana halal olsun. Məncə Rusiya qutarıb evcək. Çox da bir şeylər qalmıyor. Məncə qutardı. Ayda qutardı. Səhv elədim. Bağışlayın, ağzımı açdım. Bağışlayın, üzr istəyirəm. Artıq da. Neyniyim? Mən neyniyim? Bu qədər ordunun arasında. Neyniyim? Yox, amma yığırıq. Biz də öyle yığırıq. Keçən növbət. Oy. Azərbaycan oranın içindən keçdi. Gəldi ucu arkadaş ordular. Ayda. Yox, ən nifrət elədim şey. Ayda. Burada ordumuz çox azaldı deyəcəkdim ki, yığılıblar. 93 mində göndəri qabağa. Göndəri. Az qaldı. Bura gəldi, axıra gəldik. Yavaşdı, axıra gəldi, çatır. Biraz da dirənin, biraz da. Prosto mənim başa düşmədiyim şey bilsinədir. Babına. Dövüşə bax. 15 milyon 8 ay dövlətim batdı. Vay anam. Rusiyadan çox biz itirdik. Özüm Rusiyadan çox biz itirdik. Barışa da bilmirik. %100 olması lazımdır. Biz bunu %100 eləyənə kimi. Nəsə da saxlayaq bundan növbəti bölümə. Biraz heyecanlı olsun. Sağ olun, salamat qalın. Növbəti bölümdə heyecanları yaşayacağıq. Görüşərik. Sağ olun, salamat qalın.